Ay, salam aleyküm, yorulmayasınız. Salam. Latik usta, Vəfadar usta, bir də kim? Fərid. Məndən verilişlərə gedir Fərid, deyirəm, artıq tanınır. O niyə belə çırpırsınız bəyətə, nə günahı var? Onun günahı yoxdur, bunu çırpırıq. Bunu deyək o bilsinlər ki, o Bəli. deyək bilsinlər ki, bax, əsl döymə kabab budur, bax, iri döymə kabablar. Döyürlər, bax belə kündüyə vurulur ustalar, baxın. Gözdə 200 qram döymə, Bakıda ən gözəl döymə kabab bizdə olur, onu da hamı bilir. Bilməyənlər üçün çəkirik, gəlsinlər. Döymə kabab Beyləqan kabab evində yesinlər. Yolunuzu gözləyirik və qoçuxum quzuları da göstərim sizlərə. Ben görüm. Bu da bizim ətlərimizi gedirəm göstərməyə. Saboy evlərə gedir. Bakı şəhərində əhmətli, ən çox əhmətli klientlərimiz istifadə eləyir. Və burada quzularımız, baxın Beyləqan kabab evində. Hinduşkalar, quzunu görürsünüz də. Allaha and olsun, sveci bax, gecənin bu vaxtı kəsmişik. Çünki niyə? Əsl mənasında toy gedir. Bu da bizim damaşını bağladığımız kompotlar. Vurmuşuq qapıya ki, görürsünüz cemaat və dadlı kabab yemək istəyənlər Bakıda Seymur Ustanın yanında Beyləqan kabab evində görürsünüz evlərinə antrikotlar gedir. Sənətkar yorulmayasan, səni də sevənlər çoxdur da, bilsən Beyləqan bir nəfli kəndinə salamlar, bütün Beyləqana, bütün Azərbaycan xalqımızı salamlayıram. Kabab yemək istəyəndə gəlirsiniz Beyləqan kabab evinə. Hədiyyə meyvələr gedir ha. Yaxşı yox, sən də get, sağ ol, sağ ol. Görürsünüz, qazan yeməkləri burada, ələngə, qazan yeməklər qalmayıb. Turşular burada, xalodlarımız burada. Bax, çək göstərirəm, bax. Gəlin sizə yeyin için, qiymətlər də münasib. Təndirimiz burada, baxın. Quzunun parasını indi doğruydular, ustalar. Həmən çəkiliş, həmən adamlar. Yolunuzu gözləyirik.